Salam əziz abituriyentlər, mən Elşad Həsənov. Bugün sizlərə hər birinizin çətini çəkdiyi bloklar mövzusunda bir hissəni sadə və rahat, daha praktik şəkildə izah edəcəm. Yaxın əyləşin. Deməli, burada müxtəlif bloklar vardır. Tərpənməz blok, tərpənən blok, tərpənməz blok. Bunları da həm də polispas deyirlər. Biz hər bir blokdan, hər bir sistemdən 120 Newton yük asmışıq. İndi mən sizə göstərəcəm, görün, 120 Newtonun burada neçə ilə dartırıq, burada neçə ilə, burada və burada neçə Newtonla dartırıq. Yəni qüvvədə neçə dənə qazanc var. Birinci tərpənməz blokdur. Bildiyimiz kimi tərpənməz blok qüvvədə qazanc verir. Qüvvədə qazanc vermir o deməkdir ki, 120 Newtonluq yükü biz 120 Newtonla da dartacaq. Yəni ki, bunu bu şəkildə başa düşə bilərik. İpin burasından 120 Newtonluq bir yük asırsa, ipin burasından 120 Newton gərilmə qüvvəsi təsir göstərir. İp 120 Newtonla gərilir. Və eyni ipdə gərilmə eyni olduğu üçün, yəni buradan uzatdığım zaman bura qədər eyni ip olduğu üçün, ipin burasına 120 Newton gərilmə qüvvəsi düşürsə, deməli burasına da 120 Newton düşür. Yəni F bərabərdir 120 Newtonla dartmış olur. Bu demək ki, burada heç bir qazanc yoxdur. F bərabərdir P. İkinci sistemdə bir tərpənməz blok var, bir tərpənən blok var. İndi baxaq görün, buradakı F qüvvəsi nəyə bərabərdir? Baxıram ki, bu yükü 2 ip vasitəsilə dartıram. Yəni burada 2 ip vasitəsilə dartıram. 120 Newtonluq bir ağırlığın, yükün ağırlığı 2 ipə bərabər şəkildə paylanır. Bu 120 Newtonun 60 Newton bu ipin payına düşür, 60 Newton da bura düşmüş olur. O zaman mən yenə də eyni ipdə gərilmə eynidir prinsipinə görə bu ipi uzaldıram. Gəlib görürəm ki, bura qədər eyni ipdir. O zaman ipin burasına 60 düşübsə, ucuna da nə qədər düşəcək? 60 düşəcək. Yəni biz 60 Newtonla dartmış oluruq. 120 Newtonluq bir yükü 60 Newtonla dartmaq o demək ki, qüvvədə 2 dəfə qazanc əldə etmişik. Yəni F bərabərdir, P bölünsün 2. Keçirik 3-cü sistemimizə. 3-cü sistemdə də 2 tərpənməz blok var, 1 tərpənən blok var. O zaman baxaq görün, 120 Newtonluğu F qüvvəsindən dartanla neçə F tətbiq etməliyik? O zaman yenə eyni prinsipə baxırıq. Bu yükü bu səfər görürük ki, 3 ip vasitəsilə dartırıq. Yəni bu yükün ağırlığı 3 ipə bərabər şəkildə paylanacaq. Təbii ki, burada olan blokun, həm də bu tərpənən blokun çəkisi nəzərə alınmamaq şərti ilə. Yəni çəkisi nəzərə alınmayacaq. O zaman 120 Newton bərabər şəkildə paylanacaq. 3-ə böldüyümüz zaman 40 Newton bu ipin payına düşəcək, 40 Newton bura düşəcək və 40 Newton bura düşəcək. Yenə də eyni ipdə gərilmə eynidir prinsipinə görə biz buradan ipi uzaldırıq, baxırıq görək, hara qədər gedəcək? Düz bura qədər. Deməli, bu ip eyni ipdir. İpin burasına 40 düşürsə, deməli, burasına da 40 Newton düşmüş olacaq. Və biz nə gördük? Gördük ki, 120 Newtonluq bir yükü 40 Newtonla dartırıq. Bu demək olur ki, biz qüvvədə 3 dəfə qazanc əldə etmişik. Yəni, P bölünsün 3 yaza bilərik. Keçirik 3-cü hissəyə. 3-cü hissədə 2 tərpənməz, 2 tərpənən blok var. Baxaq görün, 120 Newtonluq bir yükü hansı iplər qaldırır? Biz görürük ki, 120 Newtonluq yükü bu ip və bu ip qaldırır. Deməli, 120 Newtonluq bir yük 4 dənə ipə bərabər şəkildə paylanacaq. O zaman hər ipə nə qədər düşəcək? 30 Newton bura düşəcək, 30 Newton bura düşəcək, 30 Newton bura düşəcək, 30 Newton bura düşmüş olacaq. O zaman hər ipə 30 Newton düşdüyünü tapandan sonra yenə də F uzaldırıq. Baxaq görün, hara qədər gedəcək. Təbii ki, görürük ki, eyni ipdə gərilmə yenə eynidir. Bura qədər eyni ip sayılır. İpin burasına 30 Newton düşübsə, deməli, uzuna da 30 Newton düşəcək. Yəni F bərabər 30 Newtonla qaldırılmış olur. Bu demək olur ki, 120 Newtonluq qüvvə 30 Newtonla qaldırırsa, biz qüvvədə 4 dəfə qazanc əldə etmişik. Yəni P bölünsün 4 şəkildə. Bütün mürəkkəb sualları, yəni ki, tərpənməz və tərpənən blokdan ibarət olan, polispasdan ibarət olan məsələləri bu məntiq ilə rahat şəkildə nə edə bilərsiniz, tapa bilərsiniz. Əziz abituriyentlər, sualların daha asan izahını izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın və dərslərimizdə iştirak etmək istəyirsinizsə, martda açılacaq sürət qruplarımıza həm əyani, həm onlayn şəkildə qatıla bilərsiniz. Sağ olun.